Hər kəs salam əziz şagirdlər. Bu gün sizə Əbu Bəkir mövzusuna aid belə bir maraqlı sualın izahını verəcəm. Sualın şərtində deyir ki, A və B ədədlərinin ortaq olmayan sadə vurğularının hasili 15, Əbu AB bərabərdir 30 olarsa, A plus B cəminin ən böyük qiymətini tapın. Deməli, şərtdə nə verib? Ortaq olmayan sadə vurğuların hasili 15-ə bərabərdir. Əbu AB də bərabərdir 30-a. A-nın yerinə 30x, B-nin yerinə 30y yazsam, gətirib burada yerinə yazsaq, əbob 30x 30y bərabərdir 30-a. 30-u buradan mötərizə xaricine çıxartmağa ixtiyarım çatdığından 30 vurulsun əbob x y bərabərdir 30-a. Əbob x y də bərabərdir 1-ə. 30'lar ixtisar gedir. Deməli, x və y nədir? Qarşılıqlı sadə ədədlərdir. Yəni, ortaq olmayan vurğulardır. Bir-birində olmayan vurğular sayılır. Deməli, onda x vurulsun y bərabərdir 15. Burada birinci hal üçün x bərabərdir 3, y bərabərdir 5 yaza bilərik. İkinci halda isə x bərabərdir 1, y bərabərdir 15 yazmaq mümkündür. Çünki onların hasili nədir? 15-ə bərabərdir. Burada birinci halda x bərabərdir 3, y bərabərdir 5-dir və bir çox şagird birinci halı götürür və yerinə yazaraq cəmi hesablayır və düz tapdığını düşünür. Amma ikinci halı yaddan çıxardır və nəticədə cavabımız səhv gəlir, əziyyətimiz boşa gedir. Deməli, birinci halı gətirib yuxarıda yerinə qoysam, A bərabərdir 30x-da, x 3-dür, 90, y bərabərdir 5 olduğundan 30 vurulsun 5-dir, 150. A plus B-nin cəmi nə verir? 240. Bu birinci halda. İkinci halda isə x bərabərdir 1-dir, A bərabərdir 30 vurulsun 1 nədir? 30. B bərabərdir 30 vurulsun 15 bərabərdir 450. A plus B-nin cəmi nə verir? 480. Deməli, ikinci halda daha böyük qiymət alınır. Doğru cavabımız 480-dır. Yəni, burada yenə deyirəm, burada ikinci qaydanı bir çox şagird nəzərə almağı yadından çıxarır və ona görə də cavabımız səhv alınır.